Quran-ı Kərim yazı olduğu üçün kitab adlanıb, yoxsa kitab deyil. Quran-ı Kərim Peyğəmbərdir. Bəs sizin əhd-i peymanınız var idi, ya Adəm övladları. Bu Hasan eləyib bizim əhd-i peyman. İnsan eləmədiyi şey adamın boynuna qoyar. Quran gəlib mənə təqvalı eləsin də. Bu deyir ki, bu kitab o adamlara hidayət edir ki, təqvası olsun. Mən hələ indi başlamışam, mənim təqvam haradan? Sən deyəcəksən, mən deyəcəm, bəh-bəh. O deyəcək, məsəl biz deyəcəyik, bəh-bəh. Cəmaat deyəcək, yəni o deyir, bu təsdiq eləyir, bu deyir, o təsdiq eləyir. Bizim ən böyük səhvimiz budur ki, Allaha inanırıq, şeytana yox. Biz şeytanın vəkilliyin eləyirik ki, mən şeytana uymamışam, özüm belə fikirləşim. Quran ayələri hamıya şamil olan ümumi kəlamlardır, yoxsa müəyyən şəxslərə və ya zamanlara xas mesajlar da ola bilərmi? İnsanlar hansı imamı sevir? O imamı sevir ki, onun başına sığal çəkəcək. Haçan dedi, qulluğundayam, başımı qoyma o dizinə. Bizdən gəldi, bizə nə var, sənin istəyin yox belə. Qiyamət sünür ki, Əliyyəvm nəxtim ələ əffahim. Ağzı bağladı, danışmır. İmkan versə yenə başlayacaqsın. Mühür vuruldu və sana. Məsələn, yemək qorusun qabağına deyir ki, bunu düz kəsmişsiniz. Adda sən, mən niyə sən kafir hesab edirsən? Mən də müsəlmanam da, niyə düz kəsmişsin toyuğu? Mən Əbu Zərdən oxuyanda belə düşdüm dəhşətə. Peyğəmbər Əbu Zər gəldi ki, mənə nə vəzifə versin? Bir də heç nə sənə verim. Belə, sən istəməm müdiriyyətliyin olsun, bir şeyin tutdurasan.